Birinci sual. Atası Orxana nə dedi? Gəlin mətnə qayıdaq. İkinci abzasın son cümləsində yazılıb. Atası buna heyran qaldı və dedi: Sənin marağın və zəhmətin gələcəkdə böyük ixtiralara səbəb ola bilər. Yəni C variantı doğrudur. A variantında yazılan texnologiya insan üçün vacib deyil və B variantında yazılan bu iş mənasızdır ifadələri mətndə işlənməyib. Doğru cavab C variantıdır. Orxan gələcəkdə nə olmaq istəyirdi? Peşəyə uyğun düzgün şəkli seçin. Mətndə Orxanın gələcəkdə mühəndis olub yeni texnologiyalar yaratmaq istədiyi qeyd olunur. B variantında mühəndis görürük. Biz artıq cavabı tapdıq. A variantındakı həkimdir. Bu bizə uyğun gəlmir. C variantındakı isə idmançıdır. Bu variantı da götürməyəcəyik. Doğru cavab B variantındadır. Orxanın düzəltdiyi işıq hansı enerji ilə işləyirdi? İkinci abzasa baxaq. O, köhnə saat hissələrindən istifadə edərək günəş enerjisi ilə işləyən kiçik bir işıq düzəltdi. Yəni B variantı günəş enerjisi doğru cavabdır. Orxan nəyi başa düşdü? Mətnin sonuncu hissəsində yazılıb. Orxan başa düşdü ki, elm və maraq birləşəndə hər şey mümkündür. Deməli A variantı elm və maraq birləşəndə hər şey mümkün olduğu doğru cavabdır. Hekayənin əsas ideyası nədir? Gəlin C variantından başlayaq baxmağa. C variantında yazılıb. Texnologiya insan üçün vacib deyil. Bu bizim mətnimizin əsas ideyası ola bilməz. Çünki tam tərsinə, həm məktəbdə müəllimi, həm evdə atası Orxanı çalışırdı ki, texnologiyaya, elmə yönləndirsin. Çünki bu bizim üçün, insanlıq üçün çox vacibdir. C variantını götürməyəcəyik. B-də yazılıb, elm öyrənmək çətindir. Bu da mətndə üstü düşən fikir deyil. Çünki tam tərsi, mətndə Orxan başa düşdü ki, kiçik ideyalardan başlayaraq böyük ixtiralar hazırlamaq olar. Yəni, elm öyrənmək əslində çətin deyil. Ən sadədən başlamaq lazımdır mürəkkəbə doğru. A variantına baxaq. Kiçik maraqlar böyük uğurların başlanğıcıdır. Bəli, sonuncu abzasda da deyildiyi kimi, elm və maraq birləşəndə hər şey mümkündür. Orxan ən sadə, kiçik bir işıq düzəltməkdən başlayaraq, gələcəkdə də mühəndis olub texnologiyalar yaratmağa qərar verdi. A variantı doğru cavabdır. Hansı cümlə əlamət bildirən sözlə başlayır? A variantında yazılıb. Qırmızı don ona çox yaraşırdı. Bu cümlə hansı sözlə başlayır? Qırmızı sözü ilə. Qırmızı sözü don sözünün əlamətini bildirir, düzdürmü? Necə don? Qırmızı don. Əlamət bildirən sözdür. Şərtdə də bizdən elə əlamət bildirən söz istəyirdi. Biz artıq cavabı tapdıq. A-dadır. Gəlin B-yə, C-yə də baxaq. B-də yazılıb. Sonanın 7 yaşı var. Birinci söz hansı sözdür? Sona. Sona şəxsin adını bildirir, düzdür? Kim? Sona. Ad bildirən sözdür. B variantını götürməyəcəyik. C-də yazılıb. 2 dost məktəbə getdi. Cümlə 2 sözü ilə başlayır. Neçə dost? 2 dost. Kəmiyyətini, miqdarını bildirir. Doğrudurmu? Yenə əlamət bildirən olmadı. Cavabımız oldu A variantında. Ad bildirən sözləri tapın. A variantı. Sulu. Necə? Sulu. Sulu əlamət bildirir, ad bildirmir. İnsan isə ad bildirir. Kim? İnsan. Amma bir variantda artıq sulu sözü ad bildirmədiyinə görə bu variantda çıxırıq. B variantı. İnək. Nə? İnək. Bəli, heyvanın adını bildirir. Usta. Kim? Usta. Bəli, bu da ad bildirən sözdür. B variantı artıq bizim cavabımızdır. Biz tapdıq. C-yə də baxaq. 7. Neçə? 7. 7 say bildirir. Ad bildirmir. Bu variantı götürməyəcəyik. Silgi. Nə? Silgi. Silgi sözü ad bildirir. Amma 7 ad bildirmədiyinə görə bu variantda götürə bilmərik. Doğru cavabımız B variantında oldu. Verilmiş sözlərlə bağlı hansı məlumat doğrudur? Sözlərə baxaq. Oturmaq, əyləşmək. Hər ikisi eyni mənanı bildirir. Doğrudurmu? A variantı yaxın mənalıdır. Bu sözlər üçün keçərlidir. Bəli, həm oturmaq, həm əyləşmək yaxın mənalardadır. Eyni ifadəni bildirir. B variantı əks mənalıdır. Xeyr, bu doğru deyil. Çünki bir-biri ilə təzad təşkil etmir. Tam tərsi, eyni ifadəni göstərir. Əlamət bildirir də yanlışdır. Çünki nə etmək? Oturmaq. Nə etmək? Əyləşmək. Bunlar hərəkət bildirir, əlamət bildirmir. Cavabımız oldu A variantında. 9 sayı hansı suala cavab verir? Gəlin məsələn fikirləşək. 9 kitab desək, neçə kitab? 9 kitab. Hansı suala cavab verdi? Neçə? Neçə kitab? 9 kitab. B variantı doğrudur. Hərəkət bildirən sözlər hansılardır? Birinci yazılıb gözəl. Məsələn, gözəl qız. Necə gözəl? Gözəl əlamət bildirir, hərəkət bildirmir. Qış. Nə? Qış. Fəslin adıdır, düzdür? Bu da ad bildirir, yenə hərəkət bildirmir. Almaq. Nə etmək? Almaq. Bəli, bu hərəkət bildirdi. Uçmaq. Nə etmək? Uçmaq. Yenə bu da hərəkət bildirdi.
Bizdən də şərtdə hərəkət bildirənləri istəyirdi. Ona görə də doğru cavab oldu 2, 4. C variantı. Hecalara düzgün ayrılmış sözü tapın. Düşmən. Bu düzgün ayrılıb. Cəsur sözü yanlış ayrılıb. Necə ayrılmalıydı? Cəsur. Belə olmalıydı. Dəniz sözü də yanlış ayrılıb. Necə olmalıydı? Dəniz. Doğru cavabımız oldu A variantında. Cümlənin sonunda hansı durğu işarəsi qoyulmalıdır? Cümləyə baxaq. Nihad, nə almısan? Sual cümləsidir bu, doğrudurmu? Nihad, nə almısan? Sual cümləsinin sonuna hansı işarə qoyulur? Sual işarəsi. C variantı doğru cavabdır. Yeni sözündəki səslərin ardıcıllığı necə olmalıdır? Y. Y samitdir, düzdür? Yəni samitlə başlamalıdır sıra. A-da, B-də samitlə başlayıb, amma C-də saitlə başlayıb. C variantına artıq çıxdıq. Sonra gəlir E səsi. E səsi saitdir, bəli. Daha sonra gəlir N. N nədir? Samitdir N. Sait deyil. A variantı da getdi. B-də görürsünüz, samit yazılıb. İ yenə saitdir. Deməli, doğru cavabımız oldu B variantında. Cümlələrdən birində say bildirən söz yoxdur. A variantı. Dünyanın 7 möcüzəsi varmış. Burada say bildirən söz varmı dostlar? Bəli, var. 7. Neçə? 7. A variantında var. Şərtdə bizdən yoxdur istəyir. B-yə baxaq. Orxan kitabları birinci rəfə qoydu. Burada varmı? Bəli, var. Birinci. Neçənci? Birinci. Yenə say bildirir. Bunu da götürməyəcək. Azər çalışqan şagirddir. Burada isə say bildirən heç bir söz yoxdur. Ona görə də bizim cavabımız C variantında olacaq. Hansı sözdə nöqtələrin yerinə sait yazılmalıdır? Gəlin əvvəlcə hər üç sözdə nöqtələrin yerinə uyğun gələn səsi tapaq. Daha sonra onun saitmi, samitmi olduğunu müəyyənləşdirərik. Birinci sözə baxaq. Birinci sözə i səsini artırsaq, misal söz tamamlanır. İkinci sözə məsələn H hərfini artıra bilərik. Bahar. Üçüncü sözə isə N hərfini. Çanta. Həm H, həm də N samitdir. Amma i saitdir. Şərtdə də bizdən saiti istədiyi üçün cavabımız olacaq A variantında.